dəfələrlə demişik ki, Allah, Muhammed, ya Əli. Biz bunu demişik. Və eybi də yoxdur. Heç bir eybi yoxdur. Amma bu günlər gəlir, hətta ayə gətirir Qurandan, deyir ki, sən Allahla yanaşı başqasını çağırmamalısan. La təd'u ma'allahi əhəda. Allahla yanaşı heç kəsi çağırma. Yəni, tək Allahı çağır. Bu ayəni gördü. Hindiyə qədər mən bu cür deyirdim. Amma bu sözdən sonra doğrudan Allah dayıb Muhammedlə Əlini çıxdım oradan. Amma dəlilin bilmirik. Bilirsiniz dəlili nədir? Başqa bir ayədə buyurur, La təd'u ma'allahi ilahən axər. Allahla yanaşı digər tanrı çağırma. Yəni, başqasını çağıra bilərsən, amma çağırdığını tanrı olaraq çağıra bilməzsən. Tanrı olaraq çağırmaq Allaha məxsusdur. Hansı bir müsəlman, hansı bir əhl-i beyt sevər, peyğəmbər sevər Azərbaycanda indiyə qədər Allah Muhammed Əli deyəndə Muhammedlə Əlini tanrı kimi çağırıb. Tanrı kimi dilinə gətirib. Xeyr, Allahla yanaşı olsa da, amma onları Allah kimi çağırmayıb ki. Hamımız indiyə qədər təkcə Allahı Allah kimi çağırmışıq. Allahdan qeyrilərini vasitəsiz kimi çağırmışıq, bəndəsi kimi çağırmışıq,